Bugündən etibarən güzgü ilə əsas məşqlərə başlayırsan, özünə əvvəlkindən fərqli bir baxışla diqqətlə baxmaq öyrənəcəksən. Bu sənin özünlə olan yeni münasibətindir. Bugün hələ yolun başlanğıcıdır. Sən indi özünü sevmək və özünə heyran olmağı öyrənirsən. Bu hissdə mümkün qədər uzun müddət qalmağa çalış. Hər gün bu yeni münasibəti həm özünə, həm bu həyata qarşı sevgiyə əsaslanan münasibəti təkrar elədikcə, illərlə içində daşıdığın müsbət olmayan mesajlar tədricən silinməyə başlayacaq. Çox keçməz ki, daha çox gülümsəyəcəksən, güzgüyə baxmaq daha asan olacaq və əvvəllər sənə qəribə və mənalı gəlməyən bu təsdiq affirmasiyalar artıq sənə təbii gəlməyə başlayacaq. İndi isə xahiş edirəm ki, balaca bir güzgü götür və ya hər hansısa bir güzgünün qarşısına keç. Sadəcə rahat ol və dərin nəfəs al. Güzgüdə öz gözlərinin içinə bax və öz adını səsləndir və bu sözləri de. Öz adın və mən səni sevirəm. Mən səni doğrudan da sevirəm. Bu cümləni 2 dəfə təkrar elə. Güzgüyə baxanda özünü bir uşaq kimi təsəvvür elə. Uşaq bağçasında olan balaca bir uşaq kimi. İndi isə öz adını deyərək həmin uşaqla danış. Öz adını de. Mən səni sevirəm. Mən səni həqiqətən də sevirəm. Sən bu güzgü ilə işləməni nə qədər çox təkrar eləsən, bir o qədər asanlaşacaq. Amma bil ki, bunun üçün biraz daha vaxt lazımdır. Ona görə də istəyirəm ki, bu məşqi hər gün, ən çox da səhər yuxudan duranda eləyəsən. Harasa gedirsənsə, özünlə kiçik bir güzgüdə apara bilərsən. Tez-tez çıxarıb özünə sevgi dolu cümlələr də deyə bilərsən. Məsələn, belə deyə bilərsən ki, mən gözələm. Mən möhtəşəməm. Sevmək mənim üçün asandır. Və ya mən möcüzəyəm. Sevilmək asandır. İkinci günün tapşırığı güzgü ilə məşqdir. Hər hansı güzgünün qarşısında oturursan və ya ayaq üstə durursan, gözlərinin içinə baxırsan, öz adını səsləndirərək bu cümlələri deyirsən. Adın və mən səni sevirəm. Mən səni həqiqətən sevirəm. Yenidən təkrar elə. Mən səni həqiqətən sevirəm. Adını de və bu cümləni bir neçə dəfə təkrarla. İstəyirəm ki, bu cümləni gündə ən azı 100 dəfə deyəsən. Bəli, düz eşitdin, 100 dəfə. Düşünə bilərsən ki, bu çoxdur, amma əmin ol ki, başladıqdan sonra bunun daha asan olduğunu görəcəksən. Hər dəfə güzgünün yanından keçəndə və ya hardasa öz əksini görəndə bu sözləri de. Öz adını deyirsən və deyirsən. Mən səni sevirəm. Mən səni həqiqətən sevirəm. Əgər sənə bu cümləni demək asan deyilsə, bu yəqin ki, özünü daim tənqid elədiyin üçündür. Keçmişdə sənə deyilən müsbət olmayan sözləri təkrar özünə deyirsən, amma xahiş edirəm ki, özünü bu hisslərə görə qınama, özünü mühakimə eləmə, özün haqqında heç bir pis fikir söyləmə, sadəcə rahat ol və sevgi dolu cümləni deməyə davam elə. Bil ki, sən ən doğru olan cümləni deyirsən, çünki bu həqiqətdir. Biz özümüzü tənqid eləməyəndə özümüzü çox sevirik. Yaxşı olar ki, güzgü ilə işləyərkən yanında bir salfetka olsun. Çünki bu proses səndə müxtəlif xatirələri üzə çıxara bilər, dərin duyğular, köhnə hisslər üzə çıxa bilər. Çünki biz çox vaxt özümüzə qarşı çox sərt və amansız olmuşuq, özümüzə qarşı mehriban olmağa başlayanda isə keçmişdəki sevgi əksiliyini hiss edirik. Bu da içimizdə biraz kədər yarada bilər. Bu hissləri hiss elə və özünü qınamadan qəbul elə. Güzgü ilə işləmək özünü sevmək və özünü olduğu kimi qəbul eləmək deməkdir. Yaxşı olar ki, bunu səhər tezdən başlayasan. Çünki bəzən səhərlər bu çox asan olmur. Çünki biz səhər yuxudan duranda çox da gözəl olmadığımızı düşünürük. Və özümüzü çox da yaxşı hiss eləməyə bilərik. Yəni özümüzü çox da bəyənmirik. Amma bu da sadəcə bir mühakimədir. Sadəcə güzgüyə bax, heç bir tənqid eləmədən özünü tapşırıq elə. Bu zaman öz həqiqi gözəl içini görəcəksən. Çünki güc sənin içindədir. İkinci günün yazılı tapşırığı həyat çox sadədir. Nə verirsənsə o da sənə qayıdır. Gündəlik dəftərində indi bu suallara cavab yaz. Nə istəyirsən, amma ala bilmirsən? Uşaq vaxtı evdə istədiyini almağın qaydaları necə idi? Hər şeyi əldə etmək üçün mütləq çalışmalı, əziyyətmi çəkməlisən? Nə isə səhv eləyəndə səndən nəsə alınırdı? Səncə yaşamağa və sevinməyə layiqsən? Əgər cavabın yoxdursa, niyə belə düşünürsən?
Bu suallara cavab verərkən hansı hissləri keçirdiyini də yaz. Hansı duyğular gəldi? Qorxu, qəzəb, kədər, utanmaq, bunları gizlətmə, yaz və qəbul elə. Bəzən həyatımızda gözəl şeylər yaratmaq üçün addım atmırıq, çünki elə düşünürük ki, buna layiq deyilik. Bu fikir çox vaxt uşaqlıqda yaşadığımız hadisələrdən yaranır. Bəlkə də başqalarının fikirlərini özümüzə qəbul eləmişik ki, hansı ki onlar bizim gerçəkliyimizə heç uyğun deyil. Bil ki, hər hansı bir şey almaq üçün yaxşı olmaq şərt deyil. Ən böyük maneəmiz həyatın bizə verdiyi gözəllikləri qəbul eləməməyimizdir. İndi özünə icazə ver, fərq eləməz. Səncə sən layiqsən, ya layiq deyilsən, yaxşılığı, sevgini, sevinci qəbul elə. Özünə icazə ver qəbul eləməyə. İndi sevgi meditasiyası eləyək. Gözlərini yumursan və təsəvvür eləyirsən ki, çox güvənli və rahat bir yerdəsən. İçindəki ağrını, qorxunu, keçmişindəki pis hissləri burax. Qoy onlardan azad olasan. Səndən necə yavaş-yavaş uzaqlaşdığını gör. Təsəvvür elə ki, indi qollarını açmısan və deyirsən: mən ürəyimi açıram və qəbul eləməyə hazıram. Bunu ürəkdəndir. Nə istədiyini və nə istəmədiyini aydın etiraf elə. Özünə baxanda bütöv, sağlam və dəyərli bir insan gör. İçindəki sakitliyi hiss elə, sevgi ilə dolduğunu hiss elə. Həyatda etdiyimiz hər şey bizim seçimimizdir. Sən mütləq bunu eləməlisən deyə bir şey yoxdur. Həmişə seçimimiz var. Təhlükəsiz yerdə olduğunu hiss elə və özünü digər insanlarla bağlı hiss elə. Səndə olan sevgi başqa insanlara da keçsin, bir ürəkdən digərinə keçsin. Sevgi verdikcə mütləq sənə qayıdır. Bütün dünyaya sakitlik, huzur, sevgi, dəstək arzula. Bil ki, bu hisslər sənə geri dönəcək. Bu dünyada ya sevgisizlikdə, ya da sevgi və şəfa içində yaşaya bilərik. Mən sevgi içində olmaq istəyirəm. Bilirəm ki, hamımız eyni şey istəyirik. Daxili sülh, huzur, təhlükəsizlik, güvən, özümüzü ifadə eləmək və bu həyatı dolu-dolu yaşamaq istəyirik. İndi gözündə canlandır. Bütün dünya bir sevgi şarının içindədir və bu gerçəkdir.